dini aradan aparmaq, Allah dinini qadağan eləmək, amma zahirdə güya ki azadlıq idi, heç də belə deyildi və fikir azadlığı yox idi. Məsəl üçün bir insan müəyyən sözü deyə, müəyyən fikri olmaz. Komünist partiyası ateizm. Bununla bir ömür yaşadıq və nə qədər ruhanilərimizi şəhid elədilər. Hətta evimizdə Qur'an saxlamağa qorxduq. Ağsaqqallarımız bilirlər. Qur'an olanlar aparıb onu torpaqda gizlətdilər. Mənim şəxsən yadımdadır ki, 71-72-də nə qədər axtarırdım, mən bir dənə Qur'an tapırdım. Babamın da Qur'anı var idi, onu bir nəfər gəlib almışdı, daha qaytarmamışdı. Gedib bir nəfərin evindən 90 yaşlı kişinin evində oturub mən Qur'andan yasını çernillə tuş deyərlər o vaxt, ondan köçürtmüşdüm ki, gəlib ondan oxuyayım. Yəni o dövrlər təsəvvür edin ki, bir Qur'an deyilən şey yox idi. Və məscidə də icazə verməzdilər getməyə. Ancaq yaşlılar gedə bilərdi. Məhərrəmlikdə də qadağan eləmişdilər ki, uşaqlar məscidə gəlməsin, falan olmasın. Yəni bir dövr idi ki, ateist bir hakimiyyətin, bir hegemon, bir ölkənin görsən bizə məcbur elədiyi, istəmədiyimiz bir həyatı yaşatdı. Amma dinimiz yenə özlüyündə qalıbdır. Xalqımızın milli, mənəvi, bütün adət, ənələrimiz yenə qalıbdır. Çünki insanları qəlbi ilə dəyişə bilməzsən, məcbur eləyə bilərsən insanları, öldürə bilərsən, amma heç bir vaxtı Allahla bağlılığı qıra bilməyəcəksən. Qur'an-ı Kərimdə Allah Teala nə buyurur? Ələm tərə kayfə fəalə rabbuka bi ashabil fil. Ey Peyğəmbər, görmədinmi ki, Allah fil əhlindən nə elədi? Onlar arxain idilər özlərinin ordularına, özlərinin güclərinə, amma Allah nə elədi? Onları zəlil elədi. Ən kiçik ordusu ilə. Bəzən Allah intiqam alır, böyük orduları məhv eləyir, kiçik bir şeylə. Öyünürlər onlar öz orduları ilə, amma Allah nə edir? Bir kiçik qarışqa göndərməklə, bir kiçik heyvanlarla göndərməklə görsən ki, məhv eləyir.